Hər kəsə salam, mən bugün sizə bizim mağazimizdə mövcud olan pulqablarını göstərəcəm. Gəlin baxaq. Bizdə bir neçə cür pulqabları var, yəni onlar modelləri ilə fərqlənir. Var misal üçün hansılar ki açılır, onların altında belə silikon bir açmaq üçün yeri var. Pulu yığdıqdan sonra rahatlıqca açıb götürə bilərsiniz. Var hansı modellər ki açılmır, onları mütləq pul tam yığılıb qutarandan sonra sındırmalısınız. Və bir də ki, belə hədəf qutularımız var. Bunlar da əsasən açılmır, ancaq hədəfinizi yığandan sonra açmaq məsləhət görünür. Üstündə fərqli yazılar var. Misal üçün var 5, 10, 7, 20 və siz hər dəfə pul atanda, misal üçün atdınız 5 manat və 5-in üstünə xətt çəkirsiniz, 10 manat və xətt çəkirsiniz və beləlikcə siz öz hədəfinizi yığırsınız. Hədəf 10.000. Var fərqli 10.000 var, sonra 5.000 var, yenə 10.000. Sonra bir elektron modelimiz. Bu necə işləyir bu? Misal üçün götürük qəpiyi, fərqi yoxdur. 10, 20, 50 qoyuruq və basırıq. Və bu götürür özündə saxlayır. Ondan sonra biz bunun altından açıb çıxartıb götürə bilirik həmin pulu. Bu qədər.